İndiyə qədər dövlətin bu məsələdə, bu prosesdə sadəcə bir növ mediatorluq rolu olubdu. Yəni bizim iradlarımızı göndərmişik ona, onlar şirkətə yollayıbdı, artıq bu prosesi həll edir. Yəni özü gəlib, nə problemimiz var, həll edir. Belə bir məsələ heç vaxt olmayıbdır. Bu, təbii ki, öz növbəsində suallar yaradır ki, yaxşı biz kimə güvənək? Bu bölümümüzdə iri bir kapital hegemoniya var və bunun təsiri altındayıq. Yəni o sadəcə öz biznesini genişləndirmək, öz biznes maraqlarını artırmaq üçün fəaliyyət görür, amma təbii ki, nə bizim hüquqlarımızı qoruyan bir subyektdir, nə də başqa bir şey. Yəni bizim hüquqlarımızı dövlət qoruya bilər və təəssüf ki, biz dövləti burada sadəcə prosedural olaraq görürük. Yəni gəlib nə baş verir, araşdıraq. Düzdür, monitorinqdir, o nəticələri gəlib baxırlar, cərimələr falan yazırlar, amma gəlib xalqla danışmaq, belə iştirakçılıq məsələlərində nəyəsə təsir göstərmək, bunu görmürük. Dövlət var və eyni zamanda yoxdur. Eyni zamanda yoxdur.